Son 2 ildə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntuları ilə bağlı 157 həkim və tibb işçisi ilə bağlı təqdimatlar verilib. Bu barədə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquq pozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlarda qeyd olunub. Bildirilib ki, bu ilin 1-ci rübündə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə tibbi ekspertizanın rəyi ilə təsdiqləndiyindən onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyatı üzrə təqdim olunub. Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı bir əməliyyat axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı baş idarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir. 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyatı üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə təqdimatlar göndərilib. Həkim məsləhət komissiyalarının tərkibinə yenidən baxılması üçün də müraciət edilib.